Salam hörmətli izləyicilər. Bugün yenə sizinlə görüşə gəlmişik. Dəmir töküm Neva kombi problemi var. Yaxınlaşdıq kombiyə. Kombidə həddindən artıq pis vəziyyət var idi. Aydınlaşdırdıq ki, burada kod verir. 4 və 9 kodu verir. 4-də orada qazın olmaması, elektrodlar, ionizasyon çubuğu və gedib axırda da çıxır anakart problemində. Və bir də 9 verildi. Bu 9-dakı prosestat hava basınç sensorunun problemi kimi görükürdü. Yəni biz indi onu sizinlə birlikdə hava basınç sensorunu yoxlayacağıq və görəcəyik ki, problem ondadır, yoxsa hansındadır. Yəni burada müxtəlif səbəblərdən, yəni 4 verirsə qazın olmamağından, elektrodların, alışdırma elektrodlarının, ionizasyon çubuğunun və anakartın problemlərindən danışmaq olar. Gəlin əvvəlcə görək prosestat. Bir də ki 9 verirdi, 9 verirdi. Buradakı problem anakart və prosestat kimi görükür. Yəni prosestatın indi işləyib işləməsi, fan salamat, baza salamat. İndi prosestatın bundan bir əlaqəsi olub-olmadığını yoxlamaq üçün biz multimetrlə ölçü aparacağıq və sonra anakartdakı problemlərlə də məşğul olacağıq. Yəni anakartda problem varsa onu həll edəcəyik, yoxdursa yenə də ki baxacağıq ki, görək ardıcıllıq bizə nəyə göstərəcək. Yəni bir çox kombilərdə ionizasyon çubuğu və ateşlənmə elektrodlarının bloku anakartın üzərində olur. Bu da ki, bir çox kombilərə aiddir. Ancaq dəmir tökümdə bu Nevada, Neftoda bunlarda ayrıca olaraq kombinin öz üzərindədir. Yəni kombinin bağlantılı olan gövdəsinə bağlanır və buradan da anakarta əlavə bir məlumat ötürülür. Yəni orada 2 dənə elektrodlara gedən kabel xəttləri və oradan da təzədən anakarta gələn kabel xəttləri var. Bir var anakartın üstündə olsun, bir də var ki, anakartdan kənarda kombinin içərisində gövdəyə bərkidilsin. İndi biz sizinlə birlikdə prosestatın sağlam olub-olmamağı multimetrlə biz onu yoxlayacağıq. Görək həqiqətən də o sağlamdır, yoxsa yox. Bundan ötürü multimetri qoşuruq. Qoşaq görək həqiqətən də işləyir, işləmir. Yəni yoxlama qaydasını mən keçən videolarda sizə demişdim. Bu dəfə də deyirəm. Yəni o çox sadə bir vəziyyətdir. Onu yoxlamaq, yəni hamınız yoxlaya bilərsiniz. Əgər evdən multimetr varsa, onun multimetr prosestatı Neva kombilərinə aid olan prosestatdır. Yəni bu elə ki bir dəfə dəyişilib, öz markasına uyğun olmayan burada 44 36 Pascal göstərir. Yəni indi bunu bax, indi əvvəlki videoda kimi qoşacağam, nəfəs alıb üfləmə sorma ilə. Bax, üflədim, getmədi. İndi baxın, üfləmə sorma dedik. Üfləyəndə getmir. İndi biz bunu multimetrlə bazıl rejiminə gətiririk. Bazıl rejimində biz bunu yoxlayacağıq. Multimetrimiz işləyir və biz bunu gördüyünüz bu xəttlər, buradakı bağlantılar var. Birinci bağlantı, üçüncü bağlantı var. Bunlarla bunu toxundurub yoxlayacağıq. Buna yox, bu birisine yoxlayıb toxunduracağıq. Görək həqiqətən də bizim üfləyib əmələ gətirdiyimiz çık-çık səsi, bu səs həqiqətən də doğrudan da prosesatın işləmindən xəbər verir, yoxsa yox. Bəzən demişdik, əvvəl də demişdim. Bəzən elə vaxt olur ki, kontakt yaxınlaşır və çık-çık səsi gəlir, ancaq prosesatın o kontakt birləşən yerində yanıqlar əmələ gəldiyinə, qaralma əmələ gəldiyinə görə ötürücülük yox olur. Yəni prosesat ola bilsin ki, çık-çık eləyir. Bax belə bu vəziyyəti yaradır. Ancaq bəzən də olur ki, o kontakt o qədər vurur, açır, vurur, açır, vurur, açır. Tutaq ki, o vurmalıdır 5000 dənə vurub, tutaq ki, 6000 dənə. O artıq yeyilib, sıradan çıxıb, kontaktın ağzı yanıb. Və bu ola bilər ki, çık-çık eləsin. Ancaq o biz dediyimiz yoxlayacaq multimetrlə həmin vəziyyətdə əgər sorma vəziyyətində o siqnal versə, biləcək ki, bu işləyir, işləmir. İndi yoxlayırıq. Bax, bıraxdım, işləmir. Görürsünüz, birləşdirmişəm. Ancaq indi soracağım. Gördüyünüz kimi, buraxan kimi dayandı.
Demək biz bunu iki tərəfli yoxladıq. Həm hava vasitəsilə, sorma vasitəsilə kontakt bir-birinə yapışdı və bildik ki, işləyəndir. Ancaq tam əmin olmaq üçün biz bunu multimetrlə də yenə göstərirəm. Gördüyünüz kimi tam əmin olduq ki, bu prosestatın heç bir günahı yoxdur və günahı biz axtarırıq anakartda. Yəni Neptunun anakartında multimetrin başlıqları bir-birinə dəydi, səs elədi. Kənara qoyaq. Gördüyünüz kimi Neva kombisinin başlığıdır. Bunu təmir olmaq üçün baxacaq, görək bunun nəyi var, nəyi yox və eyni zamanda onun qaz ateşlənmə blokunda ayrıca yoxlayacaq. Yəni burada elə bir çətin problemlə rastlaşmağımızın əsas məsələsi o idi ki, E4 və E9 verirdisə, burada artı E4 deyirəm, F4 verirdisə, F9 da verirdisə, yəni axırı gəlib anakarta çıxır. Bundakı yoxlayandan sonra tam işləri yerinə yetirəndən sonra biz işimizi davam etdirəcəyik. Yəni burada ola bilsin ki, bax bunda nəsə problem ola bilər. Sonra keçdik bu tərəfdə xırda bir detallar var burada. Bax gördüyünüz bunda nəsə bunlarda problemlər əsasən bunlarda olur. Yəni ateşlənmə blokuna gələn xəttlərdən yəni qığılcım verəndə çık eləyir, yandır. Alışdırma elektrotətlərinin verdiyi xəbərlərdən bilirik ki, bu hissələrdə problem var. Yəni göstərdiyimiz kimi bu vəziyyət və buradakı iki dənə qara gördüyünüz. Bax, biri bu ikinci, biri də bu ikinci. Yəni bunlar problemli ola bilər. Yəni əslində blok, ateşlənmə bloku kombinin üzərində olanda o daha tez tapmaq olur. Ancaq ayrıca olanda biz onu biraz çətin tapırıq da. İndi kombinin üstünə söküb dağıtmaq və işlərimizi görmək bu problemləri biz yerində həll edəcəyik. Yəni kombində ateşlənmə bloku ayrıca olaraq bax budur. Biz indi bunu da yerində tam yoxlayacaq, görək həqiqətən də işləyir, işləmir və öz işimizə baxacağıq. Yəni bunu işimizi tamamlayandan sonra ikinci bir videoda onu sizinlə görüşəcəm. Yəni bildiyiniz kimi dəmir töküm, Neptun, Neva kombi bunlar bu vəziyyəti biz sizinlə bölüşürük. F4 və F9 kodları verir. Basınç sensoru, yəni prosestat, əlimizdəki prosestat və bundan şübhələnir. Kod bunu verir və biz də ki buna yoxladıq və artıq öz sözünü dedi ki, yox mən işləyirəm, gedin anakartdan axtarıb tapın. Yəni nə ionizasyon çubuğunda, nə alışdırma şamlarında, nə də qazla bağlı heç bir problem yoxdur. İndi biz bunu yerinə qoyub bağlayandan sonra, tam yoxlayandan sonra, nasazlığa aradan götürəndən sonra bir səbəb kimi biləcək ki, hansı nə idi, nə də ola bilərdi. Yəni əgər bu nasazdırsa, vurub, bu nasazdırsa, bu vurub yenə anakartı məhv eləyir. Yəni təmir olandan sonra da məhv edilməyə gücünə malikdir. Yəni nasazlıq buradan başlayırsa, ateşlənmə blokuna bu yenə bunu yandıracaq. Ondan ötürü yeni birisini onu qoyub yoxlamaq lazımdır ki, bu təmir olunmuş anakartla ondan sonra baxmaq lazımdır ki, vəziyyət hansındadır. Ya anakartdaymış problem, ya da ki bu ateşlənmə blokunda ola bilərdi. Yəni bu cür vəziyyətlə biz işimizi həll edəcəyik. Biz bunu tam bağlayıb qutarandan sonra videonun ardında sizinlə görüşəcəyik. Sağ olun, görüşənədək.